Salam əziz izləyicilərim. Ümidvaram ki, yaxınlaşan imtahana hazırlaşmaqdasınız. Bir çox mənim şəxsi nömrəmdən mənə yönləndirilən sualları var. İstəyirəm ki, bu ilki laborantlıq imtahanında olan dəyişikliklə bağlı sizə ətraflı məlumat verim. Amma ilk öncə onu bildirim ki, xahiş edirəm, Bakı Şəhər Təhsil Dairəsinin konkret olaraq bildirdiyi, yazdığı şeyləri təkrarən məndən soruşmayın və şəxsi suallarınızı gecə saat 12-də, 11-də yazmayın. Ən azından bu etik deyil və gələcəkdə təhsil sektorunda çalışmaq istəyən bir şəxs üçün bu biraz mədəniyyətdən kənar hərəkətdir. Yəni biz bilməliyik ki, saat neçədə insanı yığmaq olar, yazmaq olar və s. Əziz müdavimlər, əziz izləyicilər, bu il Bakı Şəhər Təhsil Dairəsi qəbul imtahanında biraz dəyişikliklər etdi. Belə ki, əvvəlki illərdə həm test, həm müsahibə mərhələsində olacaq imtahan. Bu il sadəcə müsahibə mərhələsinə ibarət olacaq. Bəzən bunlar sual işarəsi altında qarşılansa da, buradakı əsas məqsəd ondan ibarət idi ki, bizim məktəblərimizdə, belə deyək də, istənilən başlıq altında çalışan laborantlarımız var. Fizika, biologiya, kimya, İKT və s. Ancaq bizim, mənim şəxsən bu fikrimlə mən belə başa düşürəm, razılaşarsınız ki, bizim laborantların bir çoxu öz vəzifə öhdəliklərini, laborant necə davranmalıdır, laborantın işi nədir, müəllimlərlə necə kontakt qurmalıdır, şagirdlərlə necə kontakt qurmalıdır, əsas vəzifələri nədir, bunlar haqqında heç bir məlumatı yoxdur. Bakı Şəhər Təhsil Dairəsinin bu gözəl addımı məncə ondan ibarətdir ki, test mərhələsində istənilən ixtiyarı insan test mərhələsindən keçir və müsahibə mərhələsində qısa vaxt ayırıb həmin şəxsin bu vakanta uyğun olub-olmadığını, təhsil sektoruna işçi olaraq uyğun olub-olmadığını aydınlaşdıra bilmirlər. Əslində laborant elə də kiçik bir vəzifə kimi görülməməlidir. İllərlə baxmayaraq ki, laborantlar öz vəzifələrini bilmədikləri üçün onlara adi öz işi ilə əlaqədar söz deyəndə bunu aqressiya ilə qarşılayırdılar. Bu mənim işim deyil. Sual işarəsi bəs sənin işin nədən ibarət idi? Laborantların, belə deyək, həm dünya görüşünü, davranış qaydalarını, savadını yoxlamaq üçün şifahi müsahibə məncə çox məqsədə uyğundur. Burada necə suallar yönləndiriləcək? Burada təhsil haqqında qanundan, ola bilsin ki, situativ bir-iki sual veriləcək. Laborantın peşə vəzifələrindən, təhlükəsizlik qaydalarından, zaten proqramı dediyim kimi Bakı Şəhər Təhsil Dairəsi paylaşıb, bu ətrafda suallar veriləcək. Məsələn, sizcə laborantın vəzifəsi nədir? Bu sualın cavabı. Daha sonra, etik davranış qaydalarından hansıları bilirsiniz? Biz bilirik ki, bəzi məktəblərdə etik davranış qaydalarında olan konfidensiallıq və loyallıq kifayət qədər qorunmur. Ümidvaram ki, yeni qəbullardan sonra laborantlarımız əsas vəzifələrinin, məsələn, İKT laborantın vəzifəsi nədir? İKT laborantı informatika otağına nəzarət eləyir, informatika dərslərində müəllimə köməklik göstərir, çünki yardımcı pedaqoji işçidir. Texnikanın, avadanlığın sağlamlığı birbaşa İKT laborantından soruşulur. Daha sonra məktəbdə keçiriləcək onlayn platform üzərində və ya məktəbdə keçiriləcək BSG-lərin hazırlanmasında birbaşa iştirakçı olmalıdır. Bu, bunun vəzifə borcudur. Halbuki biz bunu bir çox laborantımıza öyrətməyə çalışsaq da bu bizdə sual işarəsi altında qalır. Daha sonra kimya laborantın vəzifələri nələrdir? Kimya laborantı kimya otağının birbaşa kabinet rəhbərinə tabedir. Kabinet rəhbəri fən müəllimidir. Otaqdakı kimyəvi maddələr, onların qorunması, saxlanması, şagirdlərdən onun belə deyək, təcrid edilməsi, bitən məhlulların gətirilməsi, ventilyasiya sisteminin daimi dərs müddətində işlək olması, hər hansı bir fövqəlbəşər hadisə, məsələn, spirt lambası dağılar və ya nəsə bir zəhərli maddə partlayış və şagirdlərin otaqdan təxliyəsi, ilkin yardımı. Təbii ki, burada müəllimin də rolu var, müəllimin də vəzifəsi var. Amma laborantın da müəllim qədər vəzifəsi vardır. Daha sonra təhsil haqqında qanundan sizdən soruşula bilər. Təhsil müəssisəsinin tipləri, təhsilin və təhsil almanın formaları, daha sonra təhsilin iştirakçıları, əmək haqqında sual verilə bilər, əmək müqaviləsi haqqında sizin hər hansı bir məlumatınız varmı və s. bilaxir. Daha sonra biz məktəbdə çalışan hər bir pedaqoji işçi, hər bir təhsil işçisi məktəbin tədbirlərində, məktəbin hər hansı bir qurumsal işlərində iştirak etmək borcumuzdur. Çünki ora bizim evimizdir və laborant, müəllim, direktor, muavin fərq etmədən biz
vəzifələrimizi bilməliyik. Əvvəlki illərdə laborantlar belə deyək, son 10 ili çıxmaq şərti ilə əvvəlki illərdə daha dırnaqarası yanaşılan, belə deyək də, laborant işləyirəm də, səhər gedirəm, axşam otururam, gəlirəm, belə deyil. Laborantın bir çox vəzifələri var. Laborant səhərdən axşama kimi oturacaq bir vəzifə deyil. Bu məqsədlə imtahana girmək istəyirsinizsə, siz buradan yanılıb çıxarsınız. Çünki məktəbdə kifayət qədər laborantın ağır yükü var. Daha sonra məndən iş saatı soruşulur. 8 saat iş saatıdır laborantın. 8 saat iş saatımız var. İstirahət günləri soruşulur. 21 gün. Evlad sayı olarsa və staj artdıqca 30 gün və evlad sayına görə əlavə 2 gün əlavə olunur. Maaş soruşulur. Maaş zaten yazıldıqda Google-da çıxır. Və ya belə deyək, başqa yerlərdən işləyən müəllimlərdən maraqlana bilərsiniz. Bu qədər. Ümidvaram ki, sizdə qaranlıq qalan məqamları aydınlaşdırdıq. Mən sizə belə məsləhət görərdim. İKT üzrə ofis proqramlarını dərindən təkrarlayın. Təhsil alma formaları, təhsil iştirakçıları, təhsil haqqında qanunun bəzi maddələrin, dövlət standartlarının, bax, dövlət standartlarının, gedib kurikulum standartlarını oxumayın. Dövlət standartlarının, dövlətin strateji istiqamətlərinin, sonra biraz şagirdlərin pedagogikasının, təhsil və tərbiyə haqqında pedagogika hissəsindən maraqlanarsınız. Daha sonra kimya haqqında, biraz heç olmasa kimya, fizika üzrə, mən düşünmürəm ki, kimya, fizika üzrə çox dərin suallar verir. Elementar bilgiləri təkrarlayın. En azından kimya hansı elmdir, nədən bəhs edir, Mendeleyev kimdir, kimyəvi alimlərdən biraz əzbərləyin, biraz fiziklərdən əzbərləyin. İnşallah ki, yolunuz uğurlu olsun. Faydalı oldusa sizin üçün çox sevinərəm. Başqa videolarda görüşmək üzrə.